Bağışlayan ve mehriban Allah'ın adıyla. Əziz müsəlmanlar, bugün İmam Hüseyin əleyhissalamın qardaşı Abbas İbni Əli əleyhissalamın mövlud günüdür. Kərbəla səmasında dalğalanan bayraq məhz Abbasın əli ilə yerdən göyə qalxmışdı. Həzrət Əbəlfəz rəşadət, iradət, qardaşlıq, mehribanlıq, mərhəmət, vəfa, səmimiyyət, dəyanət məktəbi idi. Atasından miras qalan qılıncı ilə düşmənin qəlbinə dəhşət salan bir qəhrəman idi. Son nəfəsinə qədər ya Hüseyn deyib irəliləyən bir sədaqət abidəsi idi Həzrət Abbas. Həzrət Hüseyn imamət məqamında ümmətin rəhbəri, İslamın qoruyucusu olduğu bir halda Həzrət Əbəlfəz imamın köməkçisi, qiyamın sərkərdəsi, ordunun komandanı idi. Həzrət Hüseyn dinin dirişərcisi, Yezidin zülmünə qarşı üsyan bayraqdarı idisə, Həzrəti Abbas əleyhissalam Hüseyn qiyamının rəhbəri, düşmən qarşısında ilk müdafiə xətti idi. Həzrət Hüseyn əleyhissalam ümumi rəhbərlik, dini məsuliyyət və ümmətin hidayətini boynuna almışdısa, Həzrət Əbəlfəz ordunun təşkili, döyüş taktikası və praktiki müdafiədə qabaqcıl və ilk idi. Həzrət Hüseyn ailənin başçısı, qadınların himayət edicisi, uşaqların atası idisə, Həzrət Əbəlfəz dayı, əmi, qoruyucu, Həzrət Zeynəb və Səkinənin, eləcə də digərlərinin müdafiəçisi idi. Həzrət Hüseyn İslamın təmiz qalması, ümmətin xilası üçün ayağa qalxmışdısa, Həzrət Abbas qardaşının məqsədinin həyata keçirilməsi və onun təhlükəsizliyi uğrunda canından keçdi. Həzrət Hüseyn əleyhissalam ümmətin ruhi susuzluğunu qane etmək üçün özünü qurban verdisə, Həzrət Abbas uşaqların və əhl-i beytin fiziki susuzluğunu aradan qaldırmaq üçün şəhid oldu. Hüseyn və Abbas hər ikisi Əli əleyhissalamın övladı idilər. Hüseyn və Abbas hər ikisi canını Allah yolunda fəda etdi. Hüseyn və Abbas hər ikisi pak əhl-i beytin tərbiyəsi və təlimi ilə böyüdülər. Hüseyn və Abbas hər ikisi tarixdə silinməyən əbədi bir iz qoydular. Həzrət İmam Hüseyin əleyhissalam yol göstərici, hidayət edici, məqsəd qoyan idisə, Həzrət Abbas həmin yolun mühafizəçisi və həmin məqsədə çatdıran bir körpüdür. Əgər Hüseyni geniş bir ümmana, okeana bənzətmiş olsaq, Əbəlfəzl Abbas əleyhissalam onun cuşa gəlmiş dalğasıdır. Allah bizləri Əbəlfəzlin sevgisindən ayrı salmasın inşallah. Bir daha bayramınız mübarək olsun.